Buraxılış imtahanı nömrə 26. Buyurun. 1 düzdür, 2 düzdür, 3 düzdür, 3 düzdür. Trigonometriya var axı burada, nətər düzdür? Ya da gəl belə deyək. Bu misalda bu 1 ilə mənfi cos kvadratı x bizə sinus kvadratı vermir. Bax, bu altına xətt çəkdiklərimə sinus kvadratı alfa yazıram. Üstə gəl bir dənə sinus kvadratı alfa. Bölünsün 4 sinus kvadratı alfa. Yuxarıya baxdım ki 2 dənədir. Onda 2 sinus kvadratı alfa bölünsün 4 sinus kvadratı alfa. Sinus kvadratlar getdi. 2 ilə 4 getdi. 2-də 1 qaldı cavab. Bu da 0,5 deməkdir. Cavab oldu B bəndi. 4 düzdür. 5 düzdür. Yox, burada yazdıqlarım gelir. 5-ci sual. Uşaqlar, tam səthinin sahəsi düsturu. S tam nəyə bərabər idi? 2 dənə AB, 2 dənə AC, 2 dənə də nə idi? BC idi. ABC-də elə uyğun olaraq bunların qiymətləridir. Gətirib yerinə qoyun, baxın görün nə alınır. Aydın oldu mu? 6 düzdürmü? 7 düzdürmü? Bu 7-ci sualdan son zamanlar çox yazırıq. İstəyirsinizsə izah eləyim. İstəyirsinizmi? Bax bura. Müsbət 16-nın əvəzinə mənfi 16 kvadratı yazmağı bacarmalısınız. Müsbət 16-nın əvəzinə nə yazdım? Mənfi 16 kvadratı. Çıxılsın 4-ü. Bu məntiqlə müsbət 9-un yerinə nə yazaram onda? Mənfi 9. Mənfi 9-nin kvadratı. Z üstə gəlsin 3i. 12 üstə gəlsin 7i. İndi uşaqlar, z kvadrat 16i kvadratını z çıx 4i, z üstə gəl 4i yazıb. Z çıx 4 iləri aparıram. Nə qalır yerində? Z üstə gəl 4i. İkincisində isə z çıx 3i qalacaq. Bərabər oldu. 12 üstə gələk 7i. İndi uşaqlar, 4i-dən 3i çıxanda müsbət i qalır. Müsbət i-ni sağa keçirdim. 2 dənə z bərabər oldu. 12 üstə gəlinsin 6i. 2-yə də bölün hər birini. 6 üstə gəlinsin 3i. Son halı budur. Yəni, bax, bu sonda yazdığım cəbri şəkildə yazılışdır. Məndən də istəyir xəyali hissəsinin əmsalını. Xəyali hissənin əmsalı da imz idi. İmz bərabər oldu 3-ə. Yəni, i-nin əmsalı. Çatdı mı? Tamam. 8 düz yazmışıq mı? Vektorda aşağılar. Skalar hasini tapın. Necə idi düsturunu xatırlayaq? x1, x2, yəni 4 vur 8, üstə gəlinsin y1, y2, yəni 7 vur mənfi 3. 28 çıxılsın 21, cavabımız da oldu. Neysə? 4-ü 8-ə vurub 28 yazmışam aşağılar. Biabır olasınız. Ay son. Cəmşid olmasaydı, indi uçuruma doğru getmişdik. Son anda bizi qurtardı. Cəmşid, A5-in açılışı necədir? Sən verənə şükür. A1 ilə D veriləndə A5-i necə açırlar? Cəlbə vaxtımız gedir. S ilə necə yazma olur? Orada da A1 verilir. Aha, bir də D verilir. Hə, qutardı getdi də. A5 bərabər A1 plus 4D. Bəs 10-u necə yazarıq Cəmşid? Əhsən. 11-i necə yazarıq ay Cəmşid? İlişdirəcəm, sən bu gün xeyir yoxdur. Bu da 12 gəlir. 11 yaza bilmişikmi? Böl kökdə 2 var. Hər birini tək-tək kökdə 2-yə bölün. İcazə var buna. Tək-tək kökdə 2-yə bölün. Kökdə 200-ü kökdə 2-yə böləndə kökdə 100. Kökdə 18 kökdə 2-yə böləndə kökdə 9. Kökdə 242-ni kökdə 2-yə böləndə kökdə 121. 10 üstə gəl 3, çıxılsın 11. Cavab da nə qaldı? 2. 12-ci sual necə yazarıq sizcə? Sinus 50. 50 dərəcə 45 dərəcədən böyük bucaqdır deyə. Tövsiyə edirdik ki, 90-dan çıxın, adını dəyişin. Yəni, sinus 50-nin yerinə kosinus 40 yazdım. Bu kosinus 40-lar getdi hər iki tərəfdən. Yerində qaldı çox sadə bir şey. 2 kosinus 3x bərabərdir 0.
Onda kosinus 3x bərabər olur 0-a. Hər tərəfi 2-yə bölsəm. 3x də bərabər 0-ı harada alırdı? Pi bölü 2 plus pi k-da. Hər birində bölüncə x bərabər oldu. Pi bölü 6 üstə gəlinsin. Pi k bölünsün 3. Cavabımız oldu D variantı. Siz Allah başa düşdünüz. Tamam. 13. Müstəvini kəsməyən deyəndə toplayıb 2-yə bölürdük. Müstəvini kəsir deyəndə çıxıb 2-yə böldük. Çıxıb 2-yə böləndə də böyükdən kiçiyini çıxın uşaqlar. Sonra 14 düz yazmışıq mı? 14 xeyr. Bax bura, bax. 14-də kvadratın əvvəlində mənfi var, xoşumuza gəlmir. Mənfiyə vuraram birinci. Olacaq, x-in kvadratı çıx 2, kiçik bərabər 0. İşarəni dəyişdim. Sonra demişdim ki, nə badə bu mənfi 2-ni sağa keçirəsiz, sonra kök alasınız. Olmaz belə bir şey. Bəs nə etməliydik? Müxtəsər vurma düsturu yaratmalıydıq. X çıx kökdə 2, 2-ni kökdə 2-nin kvadrat kimi düşünürəm. X çıx kökdə 2, x üstəgəl kökdə 2. Bundan qat-qat çətin suallar yazmışıq. Sonra hər birinin sıfırını tapıram. Birincisindən kökdə 2, ikincisindən də alınır mənfi kökdə 2. Ədəd oxunda birinci mənfi kökdə 2, ikinci də kökdə 2 olmaq şərti ilə düzürəm bunları. İntervallara ayırdım. Nə görürsünüz? Müsbət, mənfi, müsbət. Bizdən də mənfilər istədiyinə görə cavabımız oldu. Mənfi kökdə 2 ilə kökdə 2-nin arası. İndi bu aralıqda olan tam həllərin sayını istəyir bizdən. O da nədir? 3 dənədir. Mənfi 1 var, 0 var, 1 var. Sayı oldu 3 dənə. Tam aydın oldu. 15. Düz yazmışıq mı? 15-ə mi baxaq? 15-ci sual. Uşaqlar, nə zaman tənliyin kökləri qarşılı tərs ədədləri idi? Qarşılı tərs ədədlərin hasili 1 olduğuna görə, bax, kökləri deyir qarşılı tərs ədədlər. Demək ki, hasili nədir? 1-dir. İndi sən bu kvadrat tənliyə baxanda tənliyin köklərinin hasili olaraq nə görürsən? 2 açıq 5, yanında x olmayan, sərbəst həddi yəni. Onda yazıram ki, 2 açıq 5 bərabərdir 1, 2a bərabərdir 6, a da nəyə bərabər oldu? 3-ə. Bu qədər sadə. Vallahi bitdi. İstəyirsən uzadım söhbəti biraz. Tamam. 16. Düzdüm 16. 16-cı sualda ehtiyatlı olmalı olduğunuz bir şey var uşaqlar. Nədən ehtiyatlı olmalısınız? Bu 2-ni sadəcə kökdə 5-in qüvvətinə qaldırma olar. Bu 2 loqaritmaya aid deyil. Bax, bu ikinci yazılan 2 loqaritmanın daxili deyil. 2-ni qaldırdıqdan sonra 2-nin üstü loqaritma 2-dən kökdə 5-in kvadratı yaranır. Bu 5 eləyir. Üstə gəlsin 2. Sonra nə zaman üstlər toplanır? Vurulanda. Demək ki, üstlərini ayrı-ayrı 2-nin üstündə yazıb və ortada da vurma yazıram. İndi bu 2 ilə bu loqaritma 2 bir-birini aparırdı. 5 vurulsun 4. Nəticədə nə oldu? 20. 17 düz yazmışıq mı? İstəyirsinizsə baxaq. Baxaq mı 17-yə? Yox. 18-ə. Buna da 18-dən baxaq. 17-dən deyəndə o əsaslarını yeniləşdirib deyəcəkdik. Bəli, 4-ü 2-nin kvadrat yazıb qarşıya 2-də 1 atacaqdım. 8-i 2-nin kubu yazıb qarşıya 3-də 1 atacaqdım. Sonra hamısını 6-ya vuracaqdım. Uşaqlar, 18-ə baxın. Bura 50 dərəcədirsə, bura nə qədər olurdu onda? 130. Çünki bu bucaqla bu qövsün cəmi həmişə bizə 180-i verməlidir. İndi toplam 360-ın 130-u ADS hissəsindədirsə, qalan 230-u da qalacaq AC qövsünə. Onda ADS bucağı bu 230-un yarısı olacaq. Yəni 115 dərəcə. Çatdı mı? Çatdı. 19. Hə. 50. O daxilə çəkmiş bucaq olandadır. Bax, burada deyirlədim də. Bura 230-dur, yarısını yazdım 115. O deyir ki, 50-nin qabağı 50-nin qabağı 130 olmalı. Çünki o ikisinin cəmi 180 edir. 19 düzdür. 20 düzdür. 20 düzdür. 21 düzdür. 21 səhvdir. Baxıram 21-ə qulaq asın. Deməli deyir ki, bu bərabərsizliyin həllər çoxluğu -2 4-dür.
Uşaqlar, həllər çoxluğu x1 ilə x2 nəzərdə tutur da. Bu bərabərsin həllər çoxluğu mənfi 2 4-dürsə, demək ki, x1-imiz mənfi 2, x2 də 4-dür. İndi Viet teoreminə görə mənfi 2 üstəgəlsin 4 bərabərdir x-in əmsalının əksinə, yəni mənfi b-yə. 2 bərabərdir mənfi b, onda b-miz nəyə bərabər oldu? Mənfi 2-yə. Həmçinin sərbəst həddi də tənliyin köklərin hasilidir. Onda s də tapılır mənfi 8. Bu b-nin və s-nin qiymətini gətirib yerinə qoysam, y bərabərdir x kvadrat çıxaq 2x çıxaq 8. İndi uşaqlar, baxın, bu parabolanın təpə nöqtəsi lazımdır bizə. Bunda necə tapırdıq? M bərabərdir mənfi b bölü 2a. Bu da olacaq mənfi. B-nin yerinə mənfi 2 qoy. A-nın yerinə 1 qoy. Bu eləyir 1. N düsturu necə idi bəs? 4ac çıxılsın b kvadratı bölünsün 4a. Gətirib yerinə qoysaz, bunu da alacaqsınız mənfi 9. Demək ki, cavabımız 1 mənfi 9 imiş. Başa düşdünüz? Davam edirik. 22. 22 düzdür hamıda. 20 düzdür hamıda. 95-də 4 idi amma. 95-də 4 idi. Gəl baxaq. Deməli, tənliklər sisteminin köməyi ilə biz bunların cəmini bərabər eləməliyik 10-a. 3x üstəgəl y bərabərdir 10. X üstəgəlsin 2y də bərabərdir yenə 10. Hesablayıb, x-i yəqin ki 2, y-i 4 tapmışam. Gətirib yerinə qoysam, bura 4, bura 6, bura 2, bura da olacaq, deməli neçə? 8. İndi, ümumi neçə nəfər var? 20 nəfər var. 20 nəfərdən 2 nəfəri seçilir. Yazıram məxrəcə, komizon 20-dən 2. Seçdiyimin biri riyaziyyatdan iştirak edən oğlan olmalıdır. Yəni, komizon 4-dən 1. Digəri də fizikadan iştirak edən qız olmalıdır. Bu da 2-dən 1-dir. Yuxarısı oldu 4 vur 2. Komizon 20-dən 2 necə hesablayayım bəs? 20 vurulsun 19. Bölünsün 2 vurulsun 1. Buradan bu 2 ilə 20 gedir 10 qalır. 10 ilə 2 gedir 5 qalır. Aşağıda 5 ilə 19 yəni 95 qalır. Yuxarıda da bir dənə 4 qalır. Ardıcıl seçim olsaydı bir-bir azaldardıq. Başa düşdüm nə edirsən. Amma ardıcıl seçmə deyil axı. Bəli, mütləq komizona yazılmalıdır. Bu tipli sual bir dəfə də izah eləmişdim bu yaxınlarda. 24. Maraqlı sual idi, gəlin baxaq. Uşaqlar, birinci bunun düstur yolunu deyirəm sizə. Deməli, əgər üç bucağın 2 dənə medianı perpendikulyardırsa, yəni MA perpendikulyardırsa MB-yə, xülasəsiz mənə, bu zaman sahəni tapmaq üçün 3-də 2 vurulsun MA vur, MB düsturundan istifadə olunur. 3-də 2 vurulsun. MA 5-dir. MB də 6-dır. Qaldı 2. Cavabımız da nə oldu? 20. Bu bunun düstur yolu. Bir də düstursuz yolu var. Düstursuz yolu necədir? Uşaqlar, S-in 6-dır deyə bu O nöqtəsində bu 6 necə bölünər? 4-lə 2-yə bölünər də. Axı medianlar kəşmə nöqtəsində təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. AM-i də nə qədər veribdir şərtdə? 5. İndi uşaqlar, AMC üçbucağına fikir verin. Həm oturacağı var, 5-dir. 2-də 1 vurulsun. A. Həm də H-ı var, 4-dür. Bura nə qədər elədi? 10. Bu, AMC-nin sahəsidir. AMC-nin sahəsidir. AMC-nin sahəsi 10-dursa və AM-də mediandırsa, median həm tərəfi, həm də sahəni yarıya bölür. Yəni, BAM də demək ki, nəyə bərabər imiş? 10-a. Onda ümumi sahə nə qədər oldu? 20. Əslində, ən gözəl izahı budur. Çatdı nə danışdımsa? Çatdı mı? Yaxşı, çatdı. 25. Gəlin 25-ə baxaq uşaqlar. 25-ci sual əslində çox sadə sualdır, amma uşaqların bir türlü başa düşmədiyi sualdır. Deməli,
Qulasın. Misalda deyir ki, AX bölünsün X çıx 4, üstə gəlinsin BX üstə gəlsə bölünsün X üstə gəl 4, bərabərdir 35X çıx 12, bölünsün X kvadrat çıx 16. Deyir ki, bu kəsirlərin cəmi 35X çıx 12 bölünsün X kvadrat çıx 16 olarsa A parametrinin qiymətini tapın. Bunun deməli, hər birini mən vururam X çıx 4 ilə X üstə gəl 4-ə. Məqsəd nədir? Kəsir qalmasın buradan. Bunu birinci kəsirə vuranda X çıx 4-lər gedəcək. AX ilə nə qalacaq? X plus 4. İkincisinə vuranda X plus 4-lər gedəcək. Nə qalacaq? BX üstə gəlsə ilə X çıx 4. Üçüncüsünə vuranda da X kvadrat 16 ilə bütöv gedir. 35X çıxaq 12 qalır. İndi vurub atıram bunları. Nə verdi? AX kvadrat üstə gəl 4AX. Üstə gəl BX kvadrat çıx 4BX. Üstə gəlinsin CX çıxılsın 4C. Bərabərdir 35X çıxaq 12. İndi uşaqlar, burada AX kvadratı ilə BX kvadratını bir qruplaşdırıb nəyi çıxartmaq olar? X kvadratını. Onda yazıram. A plus B vurulsun X'in kvadratı. Sonra 4AX, 4BX, bir də CX-dən. X'i çıxardın. 4A çıxılsın 4B üstə gəlsə vurulsun X. Çıxılsın 4C bərabərdir 35X çıxılsın 12. İndi uşaqlar, fikir verirsinizsə, burada X kvadratının əmsalı nədir? A üstə gəl B'dir. Amma bərabərliyin sağında ümumiyyətlə X kvadratı yoxdur. Demək ki, əmsalı nə imiş? 0 imiş ki, yoxdur. Yazıram ki, A plus B bərabərdir nəyə? 0-a. Sonra X-in əmsalına baxın uşaqlar. 4A çıxılsın 4B üstə gəlsəydi. Burada X-in əmsalı da 35-dir. Demək ki, bunu bərabər eləməlisiniz 35-ə. Yazıram. 4A çıxılsın 4B üstə gəlsə bərabərdir 35. Bir də sərbəst hədləri izləyin. Mənfi 4C, burada da mənfi 12 var. Mənfi 4C bərabərdir mənfi 12-dirsə, buradan C neçə alındı? 3. Bu 3-ü gətirib ikincisində yerinə qoysam. Birincisi qalsın, A plus B bərabər 0 qalsın. İkincisində 4A 4B üstə gəl 3 bərabərdir 35. 4A çıxılsın 4B bərabər oldu. 3-ü bu tərəfə keçirəndə 32. 4-ə böldüm hər birini. Aç B'miz oldu 8. Aç B 8-dir. A plus B də 0-dır. İndi topla bunları tərəf-tərəfə. B'lər gedəcək. 2A bərabər oldu 8-ə. A da bərabər oldu 4-ə.